1000 manat bəli. 34.000 verirsə, sənə bax bu evi verirəm. Baba bu evi. Həqiqətən çox gözəl evdir. Məhləni görsəniz bax, yanındakı yan yövəsindəki evlər satılıb. Yəni bugünkü gündə sən 34.000-ə torpaq alıb bu kvadratda, 90 kvadratda həyətən rahatlıqla maşın daxil olur. Plus yerində qalır ağac əkmə, padval da var, koluna qədər vurulur. O altı yan keyfiyyət axtarırsansa düz ünvandasan. Son qatına qədər döşənir, panorama pəncərələrdir. Qiyməti 34.000 manat. Real elə gəl, yenə də danışıq ev yiyəsini eləyərsən. Koridordur, koridorda otaqlara bölündür. Yəni burada səliqəli mətbəxdir. Mətbəxdən ölçüsü çox genişdir. Yəni top sistem nə qədər çəkilir. Yəni qiymətinə görə olur. Çünki bunu bir ara çəkmişdim. Biraz baha çəkmişdim. İndi qiymətini yiyəsi pul ehtiyacı olduğu üçün 34-ə salıb real gəlirsən. Nə olar özü danışalım. Öz buradan da gəldi. Bir dənə burada səliqəli periyodları var. Yataq otağı. Yəni pəncərə arası zabordan məsafədə gözləndim. Hamam sanuzeldə o da istəyən olsa, yəni bir dənə burada böyük yataq otağı. İstəyən olsa bu evi tam təmir də edib vermək olar. O işə qiyməti nə vəziyyət istəyirsə, o da problem deyil. Nə vəziyyət istəyir, düzəldib vermək olar. Əlaqə saxlayın, hər qiymətə əldə evlərimiz var. Hökmən Qobiyondakı bir yerini satırsa, əlaqə saxlasın, ödəniş də pulsuzdur. Yəni bir qəpik də pul almayacaq. Sağ olun.